Salam, hörmətli izləyicilər. Mən Tozdoran Könül İctimai Nəzarət Təşkilatının Sadrı Ramiz Həsənov bu video çarxı çəkirəm ondan ötəri ki, Tozdoranın Kovlar şəhərində bazı insanlar, daha doğrusu Stalovoy və çayçılar şəkilləri zəbt ediblər. İnsanların gediş gəlişinə məmnunçilik törədirlər və bu gördüyün insan da hansı ki aşağı gedəsidir. Bu avtomobil məcbur olmaqla nəqliyyatın yoluna çıxıb oradan gedir. Bu da bir növ təhlükəli törədə bilər. Bəli, mən gittiğim yerdə bu yol. Hansı ki onları səkini zəbt edib özləri üçün şərtlə düzəltiblər, stolları qoyublar, stollarda da işlərdə. İndi qəbata getdiyim yerlərdə tanış ki, bəli, orada necə deyirlər, özləri üçün qumar oynayırlar, vergiden gəlmirlər, adı çayçıdır, ancaq heç bir yerdə onların heç nə yoxdur, yəni ki, qeydiyyatda heç bir şey yoxdur. Galiba bu gördüğün yerlerde bu da böyle çəkiden burada kadınların işleri gitmeye mümkündür. Galiba bu gördüğündeki hiç neye yaramaz. Evet, gördüğünler hemen kadınlar da çıkıp gelir. Sək edədiniz bu budur. Görünürkən çıxdı gəldi. Məcburen şəkən asfalt edin, işə bəlməm. Budur görürsünüz. Bu formuş yəni. Xahiş edirəm, aidiyyəti orqanları bu haqda öz tədbirlərini görsünlər.